Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyirli və uğurlu olsun. Bir gün ailə proqramı başladı. Başladı ki, növbəti qonağını sizə təqdim eləsin. Növbəti qonağımız olduqca çox maraqlıdır. Bu 17 qat dünya çempionu. Ağ canavar ləqəbli Eduard Məmmədovdur. Xoş gördük Eduard. Sağ olun. Necəsiz? Xoş gördük. Əhvalınız necədir? Əla. Bizə dedilər Eduard gülmür, danışmır. Amma gördük, yox, tam əksinədir. Əslində belə deyil. Əhval-ruhiyyə necədir ümumiyyətlə? İndi ringdə də mən gülürəm. Burada da indi xoş gəlmisiniz mənim evimdə. İndi biraz da yaxın olacaq, biraz da tanış olacaq. İnşallah. Eduard ümumiyyətlə ailədə necədir? Ciddidirmi, yoxsa Mən ciddi oluram, mən xoşlayıram ki, gülüm, zarafat daşıyım hardasa belə. Amma çərçivədə də nə qədər. Amma yenə də o idmandır, məşqdir, öz yerində, amma ailə əlbəttə birbaşa öz yeri. Bayaqlar biz bir məqama toxunduq. Özün dedin ki, mən ringə gülə-gülə çıxıram. Sonra göstərirəm necə olduğumu. Bəli, insan var, ringə çıxır, rəqib gözləri ilə çalışır ki, yesin, neysə qorxsun. Mən həmişə gülə-gülə çıxıram. Bir onsuz da səndə heç bir şey alınmayacaq, o məqsədi ilə. Amma gülə-gülə çıxdın və ringdə döyüldün doğrudan. O demək deyil ki, mən çıxıram ki, özümdən razı, belə gülüm. Prosta sadəcə o da bir taktikadır. Çox rəqiblər çalışır, qorxusun. Amma mən gülə-gülə çıxıram ki, səndə heç bir şey alınmayacaq ki, gülə-gülə o qədər arxayınım ki, döyüşdən qabaq uduram. Hə? Ki, onu stressdən çıxardıram. Verilişə də gülə-gülə çıxdın. Verilişə də gülə-gülə çıxdın. Yaxşı. O kim gəldi? O salam Raul gəldi. Raul. Gəlmirəm. Bu Raul deyil, mənim oğlumdur. Eduard, biz evə gələndən eşidirdik, apardı. O güdür, hər şeyə baxır ki, heç nə aparmasınlar. Apardı. Çox dəcəldir ha, bayaqdan baxırıq. Maşallah, həvəsi var idmana. Görürəm ki, elə bax, səhərdən də görürsünüz ki, əlcəkləri də giyinir, qaçır o yana, qaçır bu yana. Elə verilişin axırına qədər öz sözünü deyəcək. Ötən il, səhv eləmirəmsə, problemlərlə rastlaşdın. Yəni indi hər şey yaxşıdır, normaldır yoxsa? Bəli, şükür, keçən il bir balaca Raulda problemlər oldu. İndi şükür əməliyyat keçirtdi, şükür hər şey qaydasındadır, yaxşıdır, amma hər 3 aydan bir nəzarət eləməliyik. Tez-tez gedirsiniz. Tez-tez gedirik, nəzarət edirik ki, hər şey qaydasında olsun. İdmançı olacaq ha, bayaqdan məşq İnşallah həvəsi var, çox böyük orada həvəsi var. əlcəklərini də gördüm. Bəli, çox böyük həvəsi var idmana. İndi bunlar əkizlər. Bacısı bəli, bacısı xəstələnib bir balacada. Ona görə o da nənəsi gildədir. Nənə ilə indi ayrıldıq onları ki, keçməsin Raulə. Bəli, Raulə keçməsin. Amma sənsiz dayanmır ha. Bəli, mən evdə olanda sadəcə deyirlər ki, dəyişilir o. Evdə olmayanda çox ciddi olur, oynayır. Amma mən gələndə çalışır ki, ancaq ya qucağımda, ya da oynasın mənimlə. Apardı. Yox, aparmır. Boks elə, əmiyə boks elə. Yox, hələlik istəmir, indi birazdan boks daşıyacaq. Eduard, istəyərdim ki, məsələn, dostluğundan danışasan. Necə dostsan ümumiyyətlə? Düzdür, heç kəs özünə pis deməz, amma hansı xasiyyətin xoşuna gəlmir özünün? Dostluq mənim üçün hər şey. Mənim üçün ilk növbədə dostluq mənim üçün çox böyük bir məntiq var o sözə. Ona görə ki, mən dostluq istəyən bir insanam. Mən dostluq edirəm, mənim dostlarım çoxdur. Mən həmişə deyirəm ki, dostluq elə bil ikinci qardaşın, üçüncü qardaşın, dördüncü qardaşın və dostluqda mən həmişə nətər deyildi ki, düzdür, yaxşı qeyd elədin, indi mən tərəfləyəcəm ki, mən beləyəm, mən eləyəm. Sadəcə mən istəyirəm ki, mən nətər yanaşıram dostluğa, o dostuma, o yaxınıma. İstəyirəm ki, mənə də qarşılığı elə olsun. Amma mən görürəm ki, sadəcə mən onu görmürəmsə, mən oca başa düşürəm ki, o mənim üçün... Neyiniysən, necə uzaqlaşırsan onu? Uzaqlaşıram sadəcə, əgər mən tez-tez yan vursam ki, dostuma soruşa bilərəm ki, necəsən, nə var, nə yox, sadəcə azaldıram, az zən vururam. Ola bilər ki, sonradan başa düşür o, zən vurur ki, mənim bəsə nəsə yoxsan, bəs deyirəm ki, yoxum, götür sən zəng elə. O deməkdir ki, Eduard həmişə zən vursun, Eduard axtarsın, düzdür, mən dostlarıma həmişə axtarıram. Və əsas dostluğu mən görürəm ki, yarış qabağı. Yarış qabağı çox əziyyət çəkirsən, bilirsiniz ki, idmançının əziyyəti çox çətindir. O idmançı elə bil ikinci sənətdir. Məşq eləməlisən, gündə 2 dəfə əziyyət çəkməlisən. Və o dost əgər maraqlanmır ki, sən nətər hazırlaşırsan, bəs
necəsən, nə var, nə yox. Mən fikirləşim sadəcə tək birbaşa elə olub ki, dostum birbaşa yarışa gəlib ki, gəlmişəm ki, səni izləməyə. Deyirəm, yarışdan qabaq bir maraqlanardın. Mən necə gördüm, utdum da, udmalıydım. Dedim, hə, udmaq üçün. Deyir, onsuz da səndən qələbə gözləyirik. Bilirik ki, udacaqsan. Mən deyirəm ki, onu heç mən bilmirəm. Doğrudan bilmirsən. Onu bilmirəm. Mən sadəcə həmişə öz yeni texnika, yeni taktika üstümdə işləyirəm. Çalışıram ki, rəqiblər məni tutmasınlar. O da hamısı öz müəllimlə, bizim mənim müəllimimdir, Çingiz Eyvazov. Neçə illər biz bir yerdə məşq edirik. Mən yarışda döyüşəndə ən azı bir belə pişmasın 30-da yaxın kameralar gəlir ki, mənim döyüşümü izləyir ki, Eduard nətər hazırlaşıb bu yarışa, o birisi döyüşdə mənim sonradakı rəqibləri göstərirlər ki, bay Eduardın falan yeri zəifdir, o birisi. Mən də çalışırım ki, finala qədər heç vaxt döyüşü göstərməyim. Finala qədər mən deyirlər ki, bəs belə finaldan sonra sadəcə deyirlər ki, deyəsən yaxşı hazırlaşmışdı, amma birinci döyüşdən onu göstərmədi. Dedim, ilk döyüşdən heç vaxt bütün kozerlər açmazlar, heç vaxt bütün zərbələri vurmazlar. Qoy hər bir döyüşdə artıra getmək lazımdır finala qədər. Və finalda uca nəyim var? Eduard, gəldi ki, çay hazırdır. Bəli, sizin üçün çay dəmlədim. Sən gündəlik rejimini bilmək istəyərdin. Mən gündəlik rejim səhər tezdən yuxudan oyanıram. Neçədə oyanırsan? Oyanıram 7-də, bəli, 8-in yarısı oyanıram, işə gedirəm. Bilirsiniz ki, öz xidmətindəyəm mən və gedirəm işimə. Gedirəm işimdə işlərimi yoluna qoyuram, sağ olsunlar rəhbərlik imkan yaradırlar ki, sonradan gedim idmana. Gedirəm, idmanla məşğul oluram, özümü formada saxlayıram. Günorta vaxtı bir balaca istirahət edirəm və axşam yenə də məşqim. Yenə də öz məşqim və tələbələrim məşqi. Bildiyiniz ki, mən idmançıyam, məşqçiyəm. Tələbələrim də var, onları yetişdirirəm. Ona görə çox çətindir. Tək idmançı olmaq öz yerində çətindir. Amma deyirlər, döyüşən məşqçi, o çox çətindir ki, ona görə ki, sən özünü üstündə işləməlisən. Öz tələbələrin üstündə bilməlisən ki, ona nə çatır, nəyə çatmır. Təbii ki. İstəyərdim çay içərdin bizə, Eduard. Sən nə baxırsan? Çay? İsmətim. Amma tutdun, sənə deyim ki, yaxşı reaksiyon var sən. Meyvə xoşlayırsan yoxsa? Meyvə, bəli, çox xoşlayıram mən. Bunu da bura qoyursan. Və meyvə, mən deyim ki, idmançı üçün ən vacib məşqdən sonra bir yeməkdir. Yeməkdir, o əgər vitaminli, əgər sıxılma təbii şirələr, onu kimi istifadə edə bilərsən. Ya da sadəcə meyvə də götürdün, məşqdən sonra çıxırsan almadan, apelsindən, armuddan. Kivinin də xeyri var, hə? Əlbəttə, kivi hamısını. Kivi gözə xeyirdir, çox xeyirdir və sadəcə qanı bir balaca yaxşı başlayır fırlanması, bəli. Mən amma bilirəm ki, idmançılar meyvə salatlarını çox xoşlayırlar. Bəli. Xoşlayırsan? Çox. Məsələn, bax burada alma var, portağaldır, kivi, banan, armud. Bunlardan salat mümkündür? Bəli, əlbəttə mümkündür. Bəlkə bir salat hazırlayasan. Düzəldim sizə salat, bəli. Mən sənə kömək eləməyəcəm ona. Yox. Kömək sən sadəcə mənimlə söhbət eləyə bilərsən, salatı mən özüm düzəldim sizə. Buyur. İndi bax, gördüyünüz kimi, Raul da gəlib, maşınla ilə gəlib. Raul, maşınla gəlmisən? Burada apardılar. Bax, burada görürsünüz ki, bu bıçaq biraz böyükdür. Balacanı götürün. Nəylə olsa elə. Eduard, bilirik ki, idmandan başqa sənin bir dənə də iş yerin var. Yəni, dövlət işində işləyirsən. Bəli, mən hal-hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam, polis mayoruyam və mən fəxr edirəm ki, hal-hazırda Azərbaycan polisinə xidmət edirəm. Mən həmişə öz üstündə işləyən olmuşam. Mən yenə də həmişə öz tələbələrimə də deyirəm ki, bir ilk növbədə yaxşı oxumaq lazımdır. İdmançı var ki, görürsən valideynini gətirir, deyir ki, bu yaxşı oxumur, mən bunu idmançı eləmək istəyirəm. Amma mən həmişə deyirəm ki, yox, yaxşı oxumursa, onda bunu məcbur eləmək lazımdır ki, və həvəsə salmaq lazımdır ki, bu oxusun. Ona görə oxumaqla savadı artır və idmanda çox ağıllı, çox sərbəst və Eduard, bu nədir? Bu görürsünüz ki, bu ipləri bağlamışam, yadımdan çıxartmaq, amma deyim nəyə görə. Bax, burada var, orada var. Bax, gördüyünüz kimi bu Raul. Bayaqdan baxıram. Raul da Belgis də burada olanda, bacısı. Bunlar birləşirlər, şkafları açırlar, başlayırlar
burada da qıfıl qoymaq mümkün deyil. Əgər qıfılı açsam. Amma iplə bağlayıram ki, bunlar açmasınlar. Ki buranın da nəyə var, qab, qaşıq, hamısını çıxardılar, başlayırlar dağıtmağa, sındırmağa. Ona görə bağlayıram. Hələ bu nədir? Rahat görürsən ki, bu pləkan kimi bax görürsünüz, bax buradan başlayır. İndi fikirləşirəm ki, nəsə burada da düzəldib. Görürsən, o günləri gəldim, görürüm ki, bunun üstündə oturub gezir bax burada. Qalxıb. İdmançıdır. Yerində durmur. Hə. Dövlət başçısı sənə ad verdi, Eduard. Bəli. Bax, bu adla bağlı istəyərdim danışasan. Mən yenə də öz xidmətlərimdə bildiyiniz kimi bu nəliyyətlərimə illərlə gəlib çatmışam və Cənab Prezident böyük diqqət, Cənab Prezident Milli Olimpiya Komissiyasının prezidenti hörmətli İlham Əliyev böyük bir diqqət və şərait bütün idmançılara yaradır və bildiyiniz kimi bizim bu cür böyük komplekslər, böyük zallarımız, böyük tikilər hamısı idmançılar üçün şəraitlər. Biz idmançıları olaraq ancaq bizim bir məqsədimiz var ki, bayrağımızı qalxızaq, himni səsləndirək və bütün dünyaya göstərək ki, biz güclüyük. Azərbaycan idmançıları güclüyük və bu mənim uğurlarıma Cənab Prezident gördüyünüz kimi bu evlə mənə qiymətləndirib mənim uğurlarımı. Sonra vətən uğrunda mənim öz xidmətlərimə görə mən vətən uğrunda ordenlə qiymətlərim və bu yaxınlarda qeyri-olimpiya idmanının inkişafına görə fəxri fərman adı ilə verilib mənə. Və mənim üçün çox böyük bir şərəfdir ki, bu adlar məndədir. Ondan başqa mən əməkdar idman ustası 2003-cü ildə adını qazanmışam və keçən il 2013-cü ildə əməkdar məşqçinin də adını aldım. Doğrudan çox şərəfdir. Doğrudan mənim üçün çox böyük şərəfdir. Bunları almaq aldın, bunlar saxlamaq asandır. Bu yaxşı sualdır. Bunları almaq doğrudan çətindir. Amma saxlamaq ondan da çətindir. Ona görə sən həqiqətən elə eləməlisən ki, gələcəkdə yenə də desinlər ki, bəs bu insana halal olsun ki, bu adını qazanandan sonra yenə də çalışır ki, yenə də doğrultsun, yenə də öz üstündə işləsən. Mən həmişə deyirəm, öz üstündə işləmək lazımdır. Öz üstündə işləsən, sən həmişə birinci nömrə olacaqsan. İstəyir idmanda, istəyir həyatda. O bayaqları mən qeyd elədim ki, mən öz tələbələrimdən həmişə tələb edirəm ki, oxumaq lazımdır. Mən özüm 3 dənə institut qurtarmışam və birinci mənim təhsilim oldum Bədən İdman Akademiyası, ikinci Polis Akademiya və üçüncü İdarə Etmə və İxtisas Artırmaq fakültəni bitirmişəm və mən həmişə öz tələbələrimə deyirəm ki, yaxşı oxumaq lazımdır. Gələcəkdə instituta qəbul olmaq düzdür. Mən o qədər vətənpərvər olmuşam. Mən ilk növbədə 1995-ci ildə əskərliyə getdim. 3 il xidmət elədim və ondan sonra instituta daxil oldum. Və mən fikirləşirdim ki, mən sadəcə birinci fikirləşirdim ki, öz əskərliyimi çəkim, vətən uğrunda xidmət edeyim, sonra gedim oxumağa. Və həmişə öz tələbələrimə də deyirəm ki, yaxşı oxumaq lazımdır və ən ilk növbədə gələcəyi siz əskərsiniz. Sabahları vətən uğrunda gedəndə siz hazır olmalısınız. Və bu yaxınlarda mənim bir tələbəm var, boyu çox balacadır. Boyu çox balacadır, bir 60 olar, 52 kilo çəkisi var o tələbənin. Zəm gəlib əskərlikdən sonra deyirəm, nətər olub, bəs əskərlik çəkmirsən, nətər sən... Bıçaq olmaz. Bıçaq olmaz. Apardı. Hə, apardı. Bəs nətər olub ki, sən əskərlik? Deyir, mən komandir idim. Deyirəm, nətər sən komandir idim? Deyir ki, bəs mən... Deyir, mən komandir idim, deyirəm, nətər elə olub, Raul mənə kömək edir. Bax, görürsünüz, Raul, dayan bir dəqiqədə. Hə, deyirəm, bəs nətər olub ki, sən əskərlik çəkmişdin. Hə, deyir, bəs mən komandir idim. Raul, bir də, подожди секундочку, bir də, sama yox, sam, bir dəqiqə, sam, buna olmaz. Deyir, bəs komandir bizi yığdı birinci gündən. Deyib ki, kim var burada idmançı? Mən çıxdım, mənə güldülər ki, bu da idmançı. Biri də çıxıb köküyə, qarınınıza, deyir, mən də idmançıyım. Komandir qayıtdı ki, bəs sən döyüşə bilərsən bu ilə? Əlcəkləri giyinin bir döyüşün. Deyir, bu döyüşmürəm. Bir dənə zərbə vurandan sonra, o birisi sırazu qaçdı ki,
ki, mən zəifəm. Mən zəifəm və o mənə dedi ki, mən sənin kimi əskər lazımdır, sənin kimi qorxmayan və mənim üçün doğrudan böyük bir şərəfdir ki, hal-hazırda mənim tələbələrim hansı ki, əskərliyə gedir, hazır olur, möhkəm olur, güclü olur və nəticə odur ki, yaxşı əskərlik çəkir, vətən uğrunda xidmət edir. Deyəsəm, maşınla xoşbəxt gəlir. Raul'un ən sevdiyi maşındır. Raul, maşına bax. Bəs sən necə? Mən Sevdiyim maşın deyil, bəyəm. nətər? Sevdiyim maşın deyil. Mənim də sevdiyim maşındır. Raul'un da sevdiyi maşındır. Raul da o oyun oynayır həmişə. Bəli. Hə. İndi qoyacağam bura, Raulcıq da yeyəcək. İstəyirəm titullarını sayasan. Titullarımı 15 dəfə Azərbaycan çempionu olmuşam mən. Aha. Dünya interkontinentalın kəmərin sahibi 2 qat olmuşam. Birazdan baxacağıq indi onlara. Bəli. Asiya, Yevrasiya çempionu. Peşkar arasında dəfələrlə turnirlərin qalibi və 6 qat Avropa çempionu, ən böyük titulum 17 qat dünya çempionu. Doğrudan 17 qat dünya çempionu deyirəm, o adını mən illərlə qazanmışam. Tək yenlə mən yox, öz məşqçimlə, Çingiz müəllimlə həmişə o yarışlara biz çox ciddi hazırlaşırıq. Çingiz müəllimlə necə olub tanış oldunuz? Çingiz müəllimlə biz 1993-cü ildə, 92-ci ildə biz tanış olduq. Mən sadəcə elə-belə gəlirdim, idmanla məşğul olurdum. Çingiz müəllim o potensialı məndə görüb. Görüb ki, deyib ki, səndən dünya çempionu çıxar. O vaxtları kinolar çıxmışdı. Jean-Claude Van Damme, Bruce Lee. Mən də deyirəm, görürsən, mən də onlar kimi aktyor olacağam. Mənim üçün gülməli gəldi ki, mən dünya çempionu, Van Damme kimi ola biləcəm. Qayıt ki, Van Damme-dan da güclü olacaq. Ona can hələ nailiyyətlərin yox idi, hə? Ona qədər mənim nailiyyətlərim olmayıb. Və biz başladıq Çingiz müəllimlə məşq eləməyə və bir yerdə məşq elədik və nəticəsi sonradan gördük ki, həqiqətən məndə alındı. Yəni ilk yarışdan mən çıxan kimi Azərbaycan çempionatı 1995-ci ildə federasiya yaranıb və o federasiyanın prezidenti hal-hazırda millət vəkili Adil Əliyevdir, vitse-prezident Güloğlan Cabbarovdur, yığma komanda rəisi Sadıq Bağırovdur və baş katib Rüstəm Rüstəmov. Onların rəhbərinin altında neçə illər federasiya fəaliyyət göstərir və deyim ki, Azərbaycan Kickboks Federasiyası hal-hazırda çox böyük bir uğurları var. Məndən başqa yaxşı idmançılarımız var, mən qeyd edə bilərəm. Ehram Məcidovdur, Kamil Şərifovdur, sonra bizim Pərviz Abdullayevdir, Ramaldır. Güclü idmançılar yetişir və mən inanıram ki, gələcəkdə bunlar, bəli, Raul da görürsünüz, kömək eləyir mənə. Bu salatı mən tək düzəlməmişəm. Raul'la bir yerdə düzəlmişəm. Bəli. Və bizim Azərbaycan Kickboks Federasiyası bu yaxınlarda böyük bir zalımız açılıb. Zal yerləşir Tofiq Bəhramova stadionunun içində çox böyük bizim Azərbaycan Kickboks Federasiyası Adil Əliyevin rəhbərliyi altında o zal fəaliyyət indi göstərir. Orada bizim yığmamız məşq eləyir və inşallah biz inanırıq ki, bu illəri və mən bilirəm, əminəm ona ki, uğurlarımız biraz da çox olacaq. Əvvəl bizim öz yerimiz olmayıb, indi hazırda bizim federasiyanın zalı var. Bax, mən bilmək istəyərdim ki... Bəli. Salat sadəcə hazırdır. Nəyə qaldı? Bax, mən fikirləşdim. Bax, xoşlayıram. Bax, gördüyünüz kimi burada banan var, kivi var, burada armud var, alma var və apelsin. Nətər düzəltdim? Nətər? Var mı o? Verilişdən sonra hamımıza düzəldəcəm. Onu belə əllə yeyirlər. Çəngəllə. Onu şeylə, vilka ilə. Qaşıq verin. Qaşığı qarışdırmaq üçün də ona görə. Bəs bilmək istəyirəm, bunu niyə böyük-böyük doğradın? Bunu böyük-böyük doğratdım, ona görə ki, məşqdən sonra çıxanda həmişə su içmək istəyirsən. O su əvəzinə böyük-böyük doğrayanda şirəsi, bəli, o ağzını görürsən ki, yaxşıdır. Balaca görürsən, axtaracaqsan ki, hardadır da, udmaq üçün də. Amma bu böyükdür və mən deyim ki, yoğurtu çox əladır da, bax, üstündən yoğurt... Görürsünüz də, stolu ayağımızın altına qoyduq. Raul qoymuşdu ki, biz... Bax, burada yoğurt üstündən də sadəcə bu primoy, bax, vitaminli lazım olan, bax, şirəsi, bax, görürsünüz. İndi sən dadına baxacaqsan və mənə sonra deyəcəksən ki,
məndən Hazırlayıbsan yoxsa yox, hə? Sən dostumsan, istəyə bilmərəm axı, hə? Bu vaxt əgər mən yaxşı düzəlməmişəm onu deyə bilərsən ki, pis deyil. Hə, elə bir şey olubmu ki, Eduard, məsələn, hansısa dostun səhv eləyir və sən onu deyə bilməyibsən, çünki xətrini çox istəyirsən, deyə bilmirsən də, deyirlər üzüm gəlmədi. Yox. Sadəcə mən həmişə deyirəm, ona görə də mənim dostlarıma çox istəyir. Deyir, sən həmişə sözünü deyən dostsan, deyirəm, bəli, əgər bu sən səhv eləmisənsə, düz eləməmisən, mən sənə deməliyəm ki, sabahlara o ikinci səhv demək olmaz. Sadəcə o düzgün eləməmisən, ki, sabahlara sən onu yenə də eləməyəsən. Bax, gördüyünüz kimi salat hazırdır. Düzdür, sən məşqdən sonra çıxmamısan, amma məşqdən sonra bu plümoy glukoza, vitamindir. Ona görə bax burada 12 qat dünya çempionu, 17 qat dünya çempionu. 5-ni azaltdın, niyə? Yox, qəsd qərəzdim var. Paxıllıqdan azaltdım. 17 qat dünya çempionunun hazırladığı bir meyvə salatıdır. Hörmətli tamaşaçılar, bildiniz artıq idmançılarımız diqqətli olsunlar nə yemək lazımdır deyə. Ambulans çağırmışam. Ambulans məsələsinə mən toxunmaq istəyirəm. Doğrudan. Oo, Raul Şlem geyinib gəlir. Bax, sonra bax, gəl bura. Gəl. Biz bura gəlməzdən qabaq həmkarlarımızla əlaqə saxladıq və bizim əməkdaşlarımızla birlikdə fikirləşdik ki, mən sənə telefonla danışanda dedim, mən şokdayam. Bəli. Niyə dedim onu? Niyə? Bilmirəm. Sən də soruşdun ki, bəs niyə, nə olub, nədir problem? Dedilər, bax, Eduard nə danışacaq, nə güləcək, nə suallarına cavab verəcək. Doğrudan da gördük ki, elə deyil. Bax, kim ki bu fikirdədir ki, belədir, amma belə deyil. Əslində görürsünüz nə cürdür Eduard. Doğrudan da çox bəyəndik sənin qonaqpərvərliyini. Əslində qonaqpərvərlik deyəndə bu qonaqpərvərlik deyil. Biz gəlmişiksə, deməli xoş gəlmisiniz deməliydin bu heç. Amma əməkdaşlarımız arasında bir zarafatyana bir yumor hazırladıq ki, dedim mən paraşütdən çıxmaq istəyirəm salamlaşmaya verilişə. Gördüm, Eduard oyan-buyan edir. 16-cı mərtəbədə, ona görə paraşütlə. Paraşütlə. Yox, mən qoymaram axı. Mən əgər düşürməyə qalsa, burada lift var da. Eduard, qardirobun var sənin, ümumiyyətlə özünə məxsus şkaf, orada paltarların olsun, idman paltarları, çöl paltarları, əlbəttə var. İstəyirəm ki, bax, bir ora baxaq. Salat nətərdir? Öz fikrini demədim. Super, doğrudan ləzzətlidir. Bunu indi bunun məşqdən çıxandan sonra, bunun yeyəndən öz ləzzəti var. Həm də ki, 17 qat dünya çempionunun hazırladığı salatın yeməyin lap ləzzəti var. Sağ ol. Gedək paltarlara baxaq. Gedək paltarlara da baxaq. Ümumiyyətlə, Eduard, hansı geyimlərə tam üstünlük verirsən? İdman geyimlərə fikir verirəm mən çox vaxtında. Ona görə ki, idmançıyam, rahatdır. Və burada gördüyünüz kimi, bəli, qardirobum buradadır. Sadəcə mən bilməmişim, siz indi dediniz mənə ki, qardirob baxmaq istəyirsiniz. Burada görürsünüz idman köynəkləri, idman formalarıdır, sadəcə bax. Döyüşübsən yəni bunlarla? Yox, döyüşmürəm, yarışlara gedəndə bizim milli komandanın formalarıdır və həmişə onları mən geyinirəm və bu Barselona mənim ən sevdiyim klubdur, Barsa. Və burada görürsünüz ki, amma bizim milli futboluna böyük marağım var və Neftçiyə çox mən ümumiyyətlə futbol oynaya bilirsən? Bəli, oynayıram. Burada görürsünüz ki, burada da görürsünüz. Bizim formalarımızdır, bax, yarışın burada. Bu nə ilə biləm? Bu Avropa, bu dünya çempionatı keçən il Antalyada olmuşdu və yarışın mükafatçısı oldum. Bu da sadə geyimlərdir. Burada sadə geyimləridir, bax, köynəkləridir. Hətta klassik geyim görürük burada. Bəli, kostyumda görürsünüz, mən kostyumda. Adi, sadə kostyum. Sadəcə elə tədbirlər var ki, orada idman formasında getmək olmaz. Bu geyimlər kim seçir sənə? Bax, sənə belə yaraşır və yaxud da belə yaraşmır? Sadəcə mənim öz zövqüm də pis deyil, amma həmişə ümumiyyətlə giyinəndə baxıram. Əgər istəyirəm ki, yaraşmırsa, çıxardıram. Biz burada polis mayoru geyimi görürük. Xidmətindən və mən... Bu sənin xidməti paltarın, iş paltarın ki, işə gedəndə... Bəli.
Bunlardan görürsünüz ki, tanış eləyərdin bizə? Bu Vətən uğrunda ordendir. Cənab prezidentin əmri ilə mənə verilir. Bu Bədən İdman Akademiyasıdır. Bu Polis Akademiyası və bu əla xidmətinə görə 4 nişanıdır və bu mənim dərəcəmdir. Birinci dərəcəm. Bu qədər rütbələr. Bax bunu, bu ağırlığı saxlamaq nə deməkdir? O şərəfdir və fəxrdir. Və mən də Azərbaycan xalqına xidmət edirəm. Və fəxr edirəm ki, bu formanı mən geyirəm. Orada medallarını gördük sən. Və burada görürsünüz ki, bəli, Nə qədər medallar? medallardır, bu mənim uğurlarımdır, bu mənim nailiyyətlərimdir, bu Alın tərindir. Bəli, illərlə əziyyətin. mən gəlib çatmışam bu nöqtələrə. Burada gördüyünüz kimi, baxın, Avropadan, dünya çempionatlardan nəticəm var. Bu sadəcə mənim atlarımdır. Necə səliqə ilə saxlayırsan? Bəli, sərgərəyinə ki, toz da keçməsin. Doğrudan. Kimin ideyası bunu belə bir Sadəcə mən özüm bunu fikirləşmişəm. Həmişə ki, sərgəli xoşlayan insanım. Xoşlayıram ki, sərgəli olsun, normal olsun. Və dövlət başçımızın bəli, burada imzası ilə gördüyünüz kimi cənab prezidentimiz qolu ilə Vətən uğrunda ordendir. Bu mənim bayaqları qeyd elədiyim əməkdar Azərbaycan Respublikasının əməkdar məşqçisi keçən il adını almışdım. Gənclər İdman Nazirliyindən cənab Azad Rəhimovdur və Çingiz Hüseynzadə Milli Olimpiya Komissiyası birinci vitse-prezidenti bu adını verib. Bu Vako Pro-nun ən güclü versiyası Interkontinentalın dünya kəmərinin sahibiyəm 2 qat. Bu kəməri qazanmaq mən Oskar Ruedan unutdum və sonra Şakir Karimaz türk idmançı onu nakauta salaraq bu kəmər məndə qaldı. Təkrarladım. Bu da gördüyünüz kimi burada dünya kəmərinin sahibiyəm. Bu dünya kəməri. Bəli, World Champion bax Azərbaycanda keçirilmişdi. İKB versiyanın dünya kəmərinin sahibiyəm və burada gördüyünüz kimi baxın fəxri fərmandır. Yəni cənab prezidentin qolu ilə, imzası ilə burada dekabrın 25-i 2009-cu ildə geri olimpiya idmanının inkişafına görə təklif olundu. Tələbələrinin nailiyyətləri də var. Bəli, mən özüm idmançıyam, mən məşqçiyəm. Neftçi Sağlamlıq Mərkəzinin məşqçiyəm, mən idmançıyam. Mən minnətdarlığımı bildirmək istəyirdim ki, direktoru Sadıq Sadıqova böyük bir diqqət və qayğı neftçi cəmiyyətinin üzvlərinə diqqət göstərir və mənim tələbələrim onların arasında dünya Avropa çempionu Zaur Məmmədovdur, Aydın Vəliyevdir, Qədim Məmmədovdur, Qiya Şahverdiyevdir. Onlar dünyada öz sözünü dəfələrlə deyiblər və mən yetişdirəm, yenə də deyirəm ki, gələcəyi idmançı və əsas sağlam, möhkəm, güclü gənc. Ümumiyyətlə hər bir sahədə istəyirsən həkimlər olsun, istəyirsən müğənnilər olsun, show biznes yadıma düşür. Ümumiyyətlə idmançılar da olsa, rəqabət və paxıllıq var Eduard. Sadəcə mən deyərdim ki, idmanda paxıllıq belə bir söz yoxdur. Sadəcə hamısı udmaq istəyir, düzdür. Yarışda elə olur ki, kimsə finala çıxır, kimsə finala çıxa bilmir. Amma final həmişə mən demişəm ki, o vətənpərvərlik var. Əsas fikirləşirik ki, bayrağımızı qalxızaq, kimini səsləndirir. Sadəcə biz kimsə ringə döyüşəndə bizim mənə məşq yoldaşlarımı gəlirlər, dəstək olurlar ki, Eduard udmaq lazımdır bayrağı və udandan sonra o bayrağı qaldırırsan, 3 rəngli bayraq bütün dünya görür, baxır və bizim idmançılarımız və bizim federasiya rəhbərliyi hamısı sevinir. Ona görə ki, əsas məqsədimiz odur ki, udmaq və Azərbaycanı təmsil eləmək. Döyüşlərin çoxunda nokautla qalib gəlirsən də, hə? İndi sadəcə baxır döyüşə. Elə idmançı var, o döyüşü qabaqcadan qurmaq olmur. Çoxsu deyir ki, sən getsən çempion olacaqsan. Onu qabaqcadan heç kim deyə bilməz. Yəni demək istəyirəm, əlcə ilə olur o. Döyüş yox, əlcə ilə olmur. Sadəcə momenti var. Hansısa momentdə ola bilər ki, rəqib özünü boş buraxdı, görmədi zərbəni, onda nokaut olur. Yəni əlində əlcək olur da, demək istəyirəm. Kaskası olur, şlem olur, futları olur, ayağında. Nədir? Yəni əlcəklə dəyir o zərbə, nokauta düşür. Görən əlcəksiz deyilsən olar. Əlcəksiz deyilsə də lap qamazla üzbəüz pis olar, amma sadəcə bu idmandır. Ona görə ki, bu əlcəyinə və mən deyim ki, hər bir döyüşə, hər bir yarışda təzə əlcək verirlər. Ay biraz
əlcəyə əzim, bir yumruğun möhkəm olsun, belə şey yox. Təzə əlcəyə yoxlayırlar, əlcəyin altında baxırlar, sadəcə şlemi baxırlar, ayağında sənin şitokun olur, düzdür. Amma əzilirsən. Baxmayaraq ki, kickboks idmandır, amma bunda öz çətinliyi var, öz zədələri var. Mən özüm dəfələrlə zədələrlə rastlaşmışam. Əlim də sınmışdı, burum da sınmışdı, sadəcə çənəm də sınmışdı. Amma ondan sonra yenə də mən idmana qayıtmışam, öz sözümü demişəm. Hər bir idmanda zədələr olur. Amma əsl idmançı odur ki, o zədələn sonra qayıtmaq idmana qayıda bilsin. Çətindir. Həm psixoloji, həm belə. Amma mən yenə də deyirəm ki, heç vaxt heç kim həvəsdən düşməsin. O zədə Səni nə yora bilər? Mən sadəcə yarışlarda, yoxsa Yox, ümumiyyətlə həyatda. Həyatda problem. Təkcə problem olmasın, salamatçılıq olsun, ona görə evdə hər şey qaydasında olanda Allah həvəs də var. Mənə deyirlər ki, neçə il sən döyüşürsən, bəs sən belə həvəslisən, yenə də bu əlcəkləri mən işləyən əlcəklərindəndir. Təzə də əlcəklərim var. Mən təzə əlcək qoymamışam. Mən sadəcə bu əlcəklərlə məşq eləmişəm və bu əlcəklərlə bax görürsünüz ki, bax burada hardasa cırılıb. Bu yarışlarda, peşəkar yarışlarda bu əlcəklər peşəkar əlcək sayılır, hə? Bəli, peşəkar əlcəkdir. Ona görə ki, burada unc balacadır. Unc əlcəyi deyirlər. Ona görə və bu yarışda mən bu kəmərləri bu əlcəklərlə qazanmışam. Bu kəmərləri. Bəli. Raul da gəldi, kömək eləməyə. Raulun əlcəklərini bayaq gördük. Əlcəklər də, Raulun da öz əlcəkləri var. Oynayır onlarla, məşq edir. İndi sadəcə mən inanıram ki, gələcəkdə inşallah Raul da, Belgis də əgər seçsələr bu yolu, mən ancaq sevinərəm. Ona görə mən məcbur eləməyəcəm ki, sən mütləq idmançı olmalısan, amma mən deyim ki, hər kəs idmanla həvəskar kimi məşğul olmalıdır. İstəyir, mənim ilk idmanım üzgüçülük olub və bugünə kimi mənim hobbi. Mən çox xoşlayıram ki, üzməkdir, futbol oynamaq, qaçmaqdır. Tək o deməkdir ki, ringə girim, ringdə döyüşüm eləyim. Mən bütün idmanları sevirəm. Bütün idmanları da izləyirəm, baxıram. Amma öz idmanım var, öz nailiyyətlərim öz idmanım da var. Təbii ki. Hörmətli tamaşaçılar, bax biz bu medallarla, nailiyyətlərlə tanış olduq. İndi qonaq otağına gedirik. Görək qonaq otağında bizi nələr gözləyir. Gördüyünüz kimi... Bayaqdan buna baxıram, doğrudan. Bəli, bax, bunu qaldırsan, görək qaldıra bilərsən. Qaldır, orada ring görsünlər. Bax, bunun altında bax, ring var. Çox böyük bir mükafatdır. Bu, Braziliyada gördüyünüz kimi 2012-ci ildə 63 kiloya qədər ən güclüləri utdum və 15 kiloluk kuboku mənə verdilər. Görürsünüz ki, bax, ring düzəldi və çox ağır bir yarış idi. 4 dənə güclü idmançı utdum və finalda peşəkar arasında biz döyüşdük şlemsiz, ancaq əlcəyi. O görüntüləri sizə verəcəm. Onu çox çətinliklə mən gətirdim, həqiqətən. Finalda da bir balaca ayağım zədələnmişdi də. İnansın ki, yarısı mənim dostlarım aparırdı, yarısı yolu. Yarısı mən özüm aparırdım. Çox ağır idi. Məcbur idim onu gətirmək. Məcbur idim ki, ona görə ki, o kuboku mən qoymazdım ki, Braziliyada qalsın. Azərbaycanı gətirməli idim. Görürsünüz necə iddialı insanlar var. Sonra, bəh. Burada bax, yenə də görürsünüz ki, keçən il çox böyük bir yarış oldu Azərbaycanda. Ümumi lider Heydər Əliyev adına çox çətin, çox ağır bir burada mən döyüş keçirtdim. Yakub Yakubulayevlə Dünya Avropa çempionudur. Bir çəki məndən yuxarı vuruşur həmişə o idmançı. Onu mən Azərbaycanda udandan sonra bu adını burada qazandım və çox böyük bir yarış oldu. Bunu belə eləmək çox gözəldir. Həqiqətən bunun üçün bunu qazanmaq, bunu adını saxlamaq doğrudan böyük bir şərəfdir. Bu da Dünya Kubokun heç nə yoxdur orada. Bunlar niyə belə açılır? Bunlar belədir də, o kubokdur, açılır. Ona görə ki, sabahları yolda. O mənası qaliblikdir. Bax, qalib gəldim mən və burada görürsünüz ki, burada yazılır ki, Avstriyada 2009-cu ildə Bakudan mən dünya çempionu oldum. Qeyd eləyərdim 2009-cu ildə Bakudan full kontaktdan, low kontaktdan mən bir il ərzində dünya çempionu oldu. Bax, həmən bu yarış İtaliyada bu full kontaktdan oldu, bu low kontakt. Nə deməkdir? Elə bil böyük futbol, mini futbol. Mən yeganə idmançıyam ki, dünyada ən fulldan, ən lowdan dünya çempionuyam.
Ona görə ki, çoxsu bir növdə hazırlaşır, amma iki növdə hazırlaşmaq çox çətindir. Müəllimin sənə deyəndə ki, sən dünya çempionu olacaqsan, bax səndən dünya çempionu çıxar, sənə gülməli gəlirdi, düzdür? Mən gülməli gəlirdi, həqiqətən. İndi nə fikirləşsən? O müəllimlə üzbəüz gəlsən və yaxud da təhlildə söhbət eləyəndə bax nə danışırsınız öz aranızda? Gülməli gəlmirdi o barəsində yox ki, mən fikirləşirdim dünya çempionu. Bu dərəcədə də yoxdur. Bu dərəcədə yox, amma şükür dəfələrlə dünya çempionu oldum və çox sağ ol deyirəm buradan öz müəllimə, Çingiz müəllimə, Çingiz Eyvazova ki, bu günə kimi bu nəqliyyatlarımız bizim öz bərəsidir, öz nəqliyyatlarımız bir yerdə qazanmışıq. Elə idmançılarımız var, baxın, uğurlar, nailiyyətlər əldə edirlər, sonra o nailiyyətləri sonacan saxlamırlar. Sonacan saxlamırlar. Saxlaya bilmirlər daha doğrusu. Saxlaya bilmirlər ki, ola Gözəl bilər ki, şəkildə, hə? bəli, mən fəxr edirəm ki, cənab prezidentimlə bir yerdə biz təbirdə mənim burada evlə mənim uğurlarını qiymətləndirdik. Bəli, bu evi onun üçün mənim üçün böyük bir şərəfdir. Doğrudan da. Bayaqlarda qeyd elədin, doğrudan da bu şərəfli addımları qoruyub saxlamaq çox çətindir. Bəli. Hal-hazırda binanın 16-cı mərtəbəsində yaşayırsan. Bəli. Bəs idmanın hansı mərtəbəsindəsən? İndi 16-da. Binada 16-cı mərtəbədə yaşayırsan. Bəli. Hal-hazırda idmanın hansı mərtəbəsindəsən? İdmanda mən bütün nəqliyyatları qazanmışam. Yəni də mən əməkdar idman ustasıyam, əməkdar məşqçiyəm, 17 qat dünya çempionu, zirvədəyəm. İndi nə istəyirsən? Mən heç nə istəmirəm. Mən əsas məqsədim odur ki, bayraq qalxızım, himni səsləndirəm. Mənim məqsədim həmişə elə olub. Mən fikirləşməmişəm 17 qat dünya çempionu olaram deyirəm. Mən sadəcə fikirləşmişəm hansısa bir yarışa gedim, o yarışda nəticə verim və məqsədim odur ki, o yarışda bayraq qalxızım. Yetərincə proqramlarda görürük səni, Eduard. Və belə bilirəm ki, yəni gördüklərimə əsasən belə bilirəm ki, sənin musiqi duyumun var. Bəli. Çox gözəl musiqi duyumu var və xalq mahnılarını, estrada mahnıları, eləcə də başqa dövlətlərin mahnılarını da yaxşı bilirsən. Bu hardan qaynaqlandı səndə? Sadəcə mən deyərdim ki, idmançı həmişə belə musiqi ilə yaşayır. Nəyə görə ki, o idman vaxtı məşq edirsən, sən musiqi ilə də qulaq hansı məşq zamanı biraz ritmik istəyirsən, musiqi olsun ki, biraz ruhlandırsın sən. Məşqdən sonra biraz belə, amma məşqdən sonra sakit musiqi ki, bir balaca sakitləşəsən, Kimə qulaq asırsan sakit musiqi Mən istəyəndə? hamısına qulaq asıram, hamısı mənim dostlarımdır. İndi hamısını salamlayıram burada. Kimisə adını çəksən, kimisə çəkməsən, xətirlərinə deyir. Hamısına böyük hörmətim var, hamısına dostluq eləyirik. Həyatda uduzmaqla aran necədir? Uduzmaqla pis, amma yenə də hər bir idmançı uduzmağa bacarmalıdır. İdmanda ümumiyyətlə hər hansı bir oyunda. Oyunda çox pis. Oyunda çox pis. Yığınırsan. İdmanda başa düşürəm ki, bu günləri uduzdum. Ya ola bilər ki, hakimlik düzgün qərarı verməyəndən sonra ola bilər ki, hansısa bir zədə ilə rastlaşırsan, alınmır, başa düşürsən nəyə görə. Amma sadəcə hansısa bir oyun oynayırsan, sən həmişə çalışırsan ki, udasan. Ona görə öyrəşirsən. Bilirsən söhbət nədən gedir, Eduard? Bax, indi biz bu dəqiqə yarışacağıq, amma bizim hakim deyilsən, hə? Bəli. Bizim hakimimiz tamaşaçılar olacaq, bir də özümüz olacaq. Çünki mən bayaqlar orada nərtaxta gördüm də. Bəli. Hə, indi onu gətirirəm, nədən oynayacaq, onda onu qərar verərik. Nerede oynayacaqsan? Hə, nerede oynayacaq? Nerede yox, şaşki. Ha, nə oldu? Bəs nerede istəyirdin? Şaşki oynayaq. Hə, şaşki oynayaq. Hazırıq. Tez-tez Jim oynayaq. eləməkdən oynayırıq. Jim oynamaqdan. Danışdıq. Amma tez-tez oynayaq ki, Raul dağılmasın. Okey. Sağ. Sağ. Dayan, Raul, dayan. Əmin oldum. Əmin oldaq. Hadi bir dənə. Tez. Nə oldu? Canım. Raul dayan bir dəqiqə. Ucu dağıtsın. Dağıtsa mənim hesabımda. Hərə. Tutma da, cığal Hə, yaxşı. basıyorsun, tutma. Yaxşı. Sənin oyunundur, mənim. Mən sənin oyunun. Yox. Oy Raul, nə elədin sən? Niyə belə elədin ha? Deməli. Zordan ha, yaxşı qurtardın. Sağ ol. Raul istələdi ki, sən uduza bilərsən.
Amma ola bilər o da bir taktikadır. Uduza, axırda udasan. Hə, onu fikirləşirsən sən. Bəli. Raul nə çıxardır O nədir? oradan? Baxaq görün nə çıxardır Raul. Ver albomu. Raul deyəsən albomu göstərmək istəyir. Raul. Nə yaxşı. Oy. Yadına düşdü Raulun albomu. Baxaq görək. Oy, kimdir? Bax, bacısıdır. Zala gedirik. Bəli, zala gedək, bir orada biraz məşq eləyək. Orada mənim tələbələrim də var, çempionlar gözləyirlər hal-hazırda bizi. Gözləmirlər, elə bil məşqini gözləyirlər. Düzdür? Müəllimlərini gözləyirlər. Müəllimlərini gözləyirlər, bilmirlər ki, orada görüş olacaq. Amma gedək bir eksklüziv, bəli. Gedək. Hörmətli tamaşaçılar, qeyd elədik və gəldik. Biz hal-hazırda Eduardın məşq elədiyi bir zaldayıq və indi siz onunla və onun tələbələrlə yaxından tanış olacaqsınız. Bunlar Yasamalda məşq edirlər, o birisilər mikrorayonda. Bunlar bəhbək durublar. Bunlar ona görə ki, ciddidirlər, bunlar gələcəyə əskərlər. Mən həmişə deyirəm ki, siz sabahlara vətən uğrunda gedəndə hazır olmalısınız. Bax, adi bir şey düzlən. Salam uşaqlar. Bunların salam verməyi deyil, elə o salam verməyi. Həm də hərbiyə hazırlayırsınız. Hərbiyə hazırlayıram ki, sağlam, möhkəm, güclü olmalıdırlar hər tərəf. Və gələcəkdə yenə uğurlar arzulayıram. Bəli, bədənləri də şişirdirlər. Sən özünün də yoxsa elə belə durubsan. Sual da verə bilərsən bunlara. Bunlar yaxşı, bax, qısa, qədim danışa bilər. Müəllimin necədir? Hə? Eduard, bax, elə bir gənc var ki, məsələn, öz arzularında fikirləşir ki, mən Eduard Məmmədovun tələbəsi olmaq istəyirəm. Səni necə tapsın, hardan tapsın, necə müraciət eləsin sənə ki, bax, sənin tələbən kimi. Hər kəsə mən hazıram kömək eləməyə, ona görə ki, ən birinci sağlam olsunlar, möhkəm olsunlar, güclü olsunlar, vətənpərvər olsunlar. Məni tələbə kimi götürərsiniz? Sənə tələbə bir baxıb görək sən nəyə layiqsən, biraz bir hərəkətləri. Nə eləməliyəm? Doğrudan elə bir tamaşaçı fikirləşəcək ki, mən sən ondan qabaq öyrətmişəm, heç nə göstərməmişəm. Bax, əllərim burada, yuxarıda, biraz bu hərəkət edirsən, biraz hoppanırsan, sadəcə bir dənə düz zərbə vurursan, sağla, sağ əlinlə. Ay sağ ol, ay sağ ol. Yenə də hoppanırsan, indi sol əlinlə vurursan. Axırıncıda yaxşı olur. O nə deməkdir? O deməkdir ki, sən məşğul olsan, səndə alınacaq. Və mən inanıram, heç vaxt gec deyil. Nə qədər gec də olsa, nə qədər tez də adam fikirləşsə ki, gecdir, tezdir, fərqi yoxdur. Məşq eləyən həmişə nəticə verəcək. Amma bu veriliş boyunca ən yadda qalan salat oldu. Çox sağ ol, sizə də minnətdarlığı bildirirəm sizin Aynes kampaniyasına və həqiqətən çox maraqlı bir gün yaşadım mən sizinlə və mənim üçün çox xoş oldu və sizin verilişinizə uğurlar arzulayıram. Çox sağ ol ki, bizi idmançılarımızı, tanınmış insanları siz işıqlandırırsınız, qiymətləndirirsiniz. Təşəkkür edirəm qonaqpərvərliyə görə. Bəli, deyə bilərəm ki, necə fikirləşmişdiksə elə olmadı. Ondan da yaxşısı oldu. Sizlə sağollaşıram ki, növbəti qonaqla yenidən sizin görüşünüzə gələm. Hələlik.